Misal üçün mən sayt açmışdım 007.az. Ruslardan o modeli kopyalamışdım. Ruslarda bu kifayət qədər populyar idi. Buna şey deyirdik də, biz belə deyək, bir səhifəli saytlar. Yəni hər hansı bir məhsul üçün bir dənə landing page düzəldilir, onu belə qəşəng reklam edilir və ora trafik gətirilir və cəmaət alır. Deməli o 007 nə idi? O görünməyən yazı yazan qələm. Yəni ultrafiyoletlə bir şey var, mürəkkəbi var. Onunla yazı yazırsınız, o görsənmir. Sonra arxasındakı fanlarla ora göstərəndə orada yazı görsənir. Bunun deməli Çindən alış qiyməti $1 idi. Mən satırdım 10 manata. 10 manat da o vaxt nə bilim 14-15 dollar idi, nəsə belə bir şey. Orada marja böyük olduğuna görə reklama, yəni Facebookda falan da reklam edib, tutaq ki sən 5 manat bir istifadəçini əldə etməyə xərcləyirdin. 1-2 manat bunun xərci idi. Yenə sənə orada bir 5 manat qalırdı. Yəni o 1 manatlıq şeydən 5 manat qazanmaq artıq o demək ki, sənin 80% marjan var. Ona görə o sistem işləyir. Yəni bir yolu odur, elə məhsullar tapmanız ki, maraqlıdır insanlara, hələ şey görməyiblər. Mən bu dediyim şey neçənci illər idi? 2006-2005-ci illər idi.